təmin olunması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir. Amma təəssüflər olsun ki, bəzi hallarda hələ də bu bazar da daxil olmaqla bəzi bazarlarda açıq şəraitdə heç bir tələbə cavab verməyən formada xüsusən də quş əti məhsullarının satışını müşahidə edirik. Əlbəttə ki, bu insan sağlamlığı üçün ciddi təhlükə yaradır və bu məhsulların təhlükəsizliyi barədə suallar doğurur. Nəzərə alsaq ki, hazırda dünyada heyvan mənşəli xəstəliklər, xüsusən də quş qripi xəstəliyi geniş yayılmaqdadır. Doğrudur, ölkəmiz quş qripi xəstəliyindən azad zona statusu alıb, lakin bu şəkildə quşçuluq məhsullarının açıq şəraitdə heç bir tələbə cavab vermədən satılması həm ölkəmizdə bu sahədə görülən işləri risk altında saxlayır, həm də təbii ki, istehlakçılar üçün də, onların sağlamlığı üçün də risk doğurur. Bəs tələblər necədir? Bazarlarda ticarət necə təşkil olunmalıdır? Azərbaycan Respublikasında ticarət, ictimai yaşə, məişət və digər növ xidmət qaydalarının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 94 nömrəli qərarında qeyd olunub ki, qanunvericiliklə müəyyən edilmiş keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməyən malların və məhsulların satışına yol verilməməlidir. Xüsusilə tez xarab olan məhsulların, ət, süd, balıq məhsullarının saxlanması üçün müvafiq olaraq temperatur mühiti təmin olunmalıdır. Bundan əlavə bildirmək istəyirdim ki, Qida Təhlükəsizliyi haqqında qanunun 17-ci maddəsinin tələblərinə əsasən qida məhsulları satışa getməzdən əvvəl mütləq şəkildə markalanmalıdır. Yəni üzərində etiket məlumatları olmalıdır. Hansı ki, bu məlumatlar məhsulun spesifik xüsusiyyətlərini özündə əks etdirməlidir. Alıcılar isə belə məhsulları alarkən mütləq diqqətli olmalıdırlar. Belə ki, məhsulların baytarlıq ekspertizasından keçməsinə dair sağlamlıq arayışlarını tələb etməli və üzərində etiket məlumatları olmayan məhsulları almamalıdırlar. Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi bu sahədə mütəmadi olaraq nəzarət tədbirlərini aparır və görülən işlər bundan sonra da davam etdiriləcək.